Səyyar Asan Xidmət avtobusu Ağdaşda Heydər Əliyev meydanı 2 ünvanında vətəndaşlara xidmət göstərir. Dövlət Agentliyindən verilən məlumata görə Ağdaşda ümumilikdə 22 dəfə Səyyar Asan xidmət gerçəkləşib və 62 mindən çox vətəndaş müraciəti daxil olub. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. 2013-cü ildən həyata keçirilən Səyyar Asan xidmət vasitəsilə ümumilikdə 3 milyon 286 mindən çox, 2025-ci il ərzində isə 173 min 200-dən çox vətəndaş müraciəti daxil olub. Xatırladaq ki, Asan xidmət mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 səyyar xidmət avtobusu vasitəsilə əhaliyə səyyar formada xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır. Vərəsəlik məsələsi ilə bağlı gəlmişdim. Göstərilən bu xidmətlərdən razıyıq. Bu işi təşkil edənlərə çox minnətdarıq. Asan xidmətə yaxınlaşdım. Sürücülük vəsiqəsi dəyişmək üçün. Personalın gülər üzü, xoş rəftarı məni razı saldı. Çox rahat və asan şəkildə vəsiqəni dəyişdim. Təşəkkür edirəm hər bir kəsə. 25 fevral tarixinədək vətəndaşlarımız Ağdaşda səyyar formada həyata keçirilən xidmətlərdən yararlana bilərlər. Həmçinin işğaldan azad olunmuş bir sıra ərazilərdə bu ildə səyyar formada xidmətlərin həyata keçirilməsi təmin olunacaqdır. Əsas məqsəd həmin ərazilərdə yaşayan vətəndaşlarımızın dövlət xidmətlərinə əlçatanlığının təmin olunmasıdır.